Salam, üzəri xırçıltılı, içərisi bol şirəli, yağlı paxlavalar istəyirsinizsə, hətta heç vaxt paxlava bişirməyən xanımlarımız belə bu reseptlə çox gözəl bir paxlava hazırlaya bilərlər. Deməli, başladıq. 1 stəkan süd, yarım çay qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu, 1 balaca duz, 1 paket vanilin, 1 yumurta bütöv, digər yumurtanın ağını sarısından ayırıb, ağını xəmirimizə, sarısını isə üzəri üçün saxlayırıq. Paxlavam üçün seçimim əlbəttə ki, ankor yağı oldu və nəinki paxlava, bütün bayram bişintilərim üçün seçilə bilən ən uyğun yağdır. 150 qram kəsib əridirik və qabımıza əlavə edirik. Amma diqqət edin ki, çox qaynar olmasın. Unumuz isə bizə 4 stəkan civarında lazım olacaq. Stəkanları əlavə etdikcə hər səfərində qarışdırırıq. Qarsaqların fərqliliyindən asılı olaraq bir balacana ya artıq ya da əksik ola bilər. Amma xəmir çox yumşaq olmamalıdır. Məndə 4 stəkan tam, 1-2 qaşıq da artıq oldu. Şirəmiz üçün isə 2 stəkan yarım şəkər tozu götürürük, 2 stəkan isə su. Ocağa qoyuruq, qaynara düşəndə hardasa 4də 1 limonun suyunu sıxdım və sonra elə içinə də atdım. İçlik üçün isə üyüdülmüş 300 qram qoz götürdüm, 1 stəkan şəkər tozu, 1 çay qaşığı hil. Hili üyüdəndə mən bir balacana içərisinə keşniş toxumu da əlavə edirəm. Çox dadlı olur. İndi isə keçirik xəmirimizi rahlamağa. Deməli, standart mebelə keçən sobaların listini nəzərdə tutaraq 2 kündəmi 150 qramdan, digər kündələrimi isə 80 qramdan götürdüm. 150 qramdan olan kündələr paxlavanın altı və üzəri üçün. Deməli, kündələrimi mən qarğıdalı nişastası ilə açıram. Qarğıdalı nişastası ilə açılanda xəmir çox kövrək olur. Siz necə elə bil plyonka kimi olur. Və ən əsası ətraf un kimi batmır. Deməli, yağımızı tökdükdən sonra 2 xörək qaşığı içlik tökürük. İçliyi isə fırça ilə yayanda çox rahat olur. Beləliklə bütün qatların arasını yağlayırıq, qozlayırıq. Görürsüz necə 2 qaşıq götürəndə tam da qatların hamısına bəs edir. Sonuncu qatdan bir qat öncəsinə isə yağlayırıq, amma qoz səpmirik. Sonra əlimizlə yaxşı presləyirik. Pres edən alətdən məndə yoxdur, kimdə varsa istifadə edə bilər. Mən etmədim, siz istəsəz kəsəndə xəttkeşdən də istifadə edə bilərsiniz. Deməli, o bir yumurta sarısının üzərinə bir dənə də yumurta əlavə edirəm, qarışdırıram. Sonra onu süzgəcdən keçirib paxlavanın üzərinə 2 dəfə dalbadal çəkirik. Bir dəfə çəkin, aralarından bıçaqla gedin, sonra ikinci dəfə də çəkin. 150 dərəcəlik sobada 15-20 dəqiqə qaldıqdan sonra çıxardırıq. Qalan yağımızı yenidən üzərinə əlavə edirik. Kəsiklərdən yenə də bıçaqla gedirik və yenə sobaya yollayırıq. Paxlava isti-isti, şərbət isə soyuq halda üzərinə əlavə edirik. Və üzərinin parıltılı olması üçün baldan istifadə edirəm. Paxlava isti olduğu üçün bal da həmən əriməyə başlayır. Onu da fırça ilə yüngülvari yayıram. Bal paxlavaya çox gözəl parıltı verir. Və o parıltı da uzun müddət paxlavanın üzərində qalır. Xanımlar, xatırladım ki, bu resept bir list üçün nəzərdə tutulur. Siz başqa tavadan da istifadə edə bilərsiniz. Ola bilər ki, bir balaca qalınlığı qalın olsun. Belə, bayramımız xeyirli gəlsin. Allah hamıya bol ruzi bərəkət nəsib etsin. Amin.